Artıq bir ildir ki, Azərbaycan xalqının bir gözü gülür, bir gözü ağlayır. Ağlayırıq ona görə ki, neçə-neçə mərd oğullarımızı şəhid verdik. Ancaq şəhid verdiyimiz oğullar gözümüzdə yaşla birgə gülüş də doğurdular. 30 illik vətən həsrətimizə son qoyaraq, əzilən qürurumuzu, tapdanan qeyrətimizi bu oğullarımız geri qaytardı. O oğullardan biri də İlkin Abdullaoğlu Məmmədovdur. İlkin 4-ü 11-ci ay 2021-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Göstərdiyi hünər və cəsarətdən danışdıqca bitirmək olmur. İlkin kanta karate üzrə 3 dəfə dünya, 6 dəfə ölkə çempionu olub. Bugün 4 noyabr 2021-ci il İlkinin anım günüdür. Şəhadətə yüksəldiyi gündən artıq bir il ötür. Fəal TV olaraq İlkinin ailəsinə mənəvi dəstəyimizi göstərib, onlara Allahdan səbir dilədik. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhid İlkinin atası. Mən doğrudan da İlkinin haqqında heç nə bilmirəm. Ona görə ki, onun o qədər qəhrəmanlıqları var, o qədər qəhrəmanlıq səlnaməsi yazıb ki, mən onun hamısını bilə bilmirəm. Mən çoxun o əvvəlki xalq qəhrəmanları kimi ağızlardan eşidirəm, insanlardan, tanımadığım insanlardan eşidirəm ki, bunun bu cür şücaətləri olub, bu cür o öz manqasının qeydinə qalıb. Mən belə hesab edirdim ki, ancaq İlkin bu məqama layiq oldu. Ona görə ki, hər oğlun duxu çatmır şəhid olan. Mən özüm o birisi müharibənin iştirakçısı olmuşam, özdə yaxşı iştirakçısı olmuşam. Amma biz torpağı qoyub qaçmışdıq, onları oğlumuz aldı. Bizim elədiyimiz səhvi düzəltdilər. Bizim qorxaqlığımızı onlar elə cəsarətlə tərsin elədilər, torpaqlarımızı aldılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Yazıqdır o. Onlar hamısı bizim balalarımızdır. Onlar orada canlarını verdi, canlarını şikəst elədilər ki, bu millətlər hamısı burada rahat yaşasınlar. Bir dənə mən onu istəyərdim ki, xalqımızda sizin kimi qədir bilən, qeyrətli insanlar çox olsun. Ona görə ki, insanı adiləşdirmək çox asandır. İnsan adiləşəndə biraz da acizləşir. Ona görə Allah bütün qeyrətli Azərbaycan vətəndaşlarına kömək olsun. Bizdə fərqi yoxdur, qadındır, kişidir. Qeyrət insanın qanından, daxilindən gələn bir fikirdir, bir işdir.